bizim bazarda niyə qadınlar öz əməyini ucuza satmağa meyillidirlər? Bunun arxasında dayanan nədir? Yəni düşünürlər ki, birdən mənə bu işi verməzlərmi, yoxsa həqiqətən az bildikləri üçün bunu edirlər? Məncə az bildikləri üçün etmirlər. Sadəcə mənə elə gəlir, kişilər risk eləməyə daha meyillidir və daha cəsarətlidirlər, nəinki qadınlar. Qadınlar mənə elə gəlir, Tutar ayıran tutmaz qatı. Bilsən necə, həm də qadınlar öz öhdəliyinə çox qayğı götürür, əşya çox qayğı götürür və yəni düşünər ki, eybi yox, qoy mən biraz çox işləyim və yaxud da ucuza işləyim, amma bilim ki, sabah misal üçün mən özümü təmin eləyə biləcəm, ailəmi təmin edəcəm, xüsusən də əgər, yəni hətta yoldaşlı mənim yanıma, yəni evli xanımlar da gəlir. Yəni mən baxıram ki, bu insanlar yoldaşından belə pul götürmək istəmir. Yəni bu dərəcə. Ona görə kişilərin biraz da qüruru var, risk etmək bacarıqları da var. Ona görə onlar qiyməti, yəni baha da desələr qorxmurlar ki, bunu itirəcəklər.